İngilis dilində sual cümlələrinin 4 növü var. Bugün onlardan birini öyrənəcəyik. Bu tip sual cümlələrinə tag questions və yaxud disjunctive questions deyilir. İlk növbədə onu əmələ gəlmə üsuluna baxaq. Qeyd edim ki, bu sual cümləsi iki hissədən ibarət olur. Nəqli hissə və sual hissəsi. Əgər nəqli hissə təsdiqlənirsə, bu zaman ikinci hissə inkar formada olur. Gəlin nümunələrdə baxaq. Məsələn, you study at the university, don't you? She's your sister, isn't she? Əgər cümlənin birinci hissəsi inkardadırsa, bu zaman ikinci hissə təsdiq formada olur. Məsələn, you don't study at the university, do you? She's not your sister, is she? Onu da qeyd edim ki, əgər sizin cümlədə hardly, never, no longer, any longer varsa, bu zaman ikinci hissə təsdiq formada olacaq. Məsələn, she has never been to Italy, has she? Onu da qeyd edim ki, ikinci hissədə cümlənin düzgün zaman formasında işlənməsi üçün birinci hissədə olan zamana diqqət yetirmək lazımdır. Məsələn, they will go to the party, won't they? Onu da qeyd edim ki, testlərdə ən çox edilən səhvlərdən biri də ikinci hissədə cümlənin mübtədasının düzgün seçilməməsidir. Bu nə ilə bağlıdır? Məsələn, əgər cümlədə these men's sons study abroad ikinci hissəni seçəndə bir çox abituriyentlər mən sözünə əsaslanaraq doesn't he seçirlər. Bu isə düzgün deyil. Biz bu zaman apostrof s-dən sonra işlənən sözə diqqət yetirməliyik. Məsələn, these men's sons study abroad, don't they? Daha bir nüans. Bəzən tərsinə olur, abituriyentlər söz önlərindən əvvəl işlənən sözlərə yox, söz önündən sonra işlənən sözlərə baxırlar. Gəlin nümunələrdə baxaq. Məsələn, the pages of the book are torn, isn't it? Bu yanlışdır. Çünki bu tip cümlələrdə biz söz önlərindən əvvəl işlənən sözlərə baxmalıyıq. Bu tip videolara baxmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın.